Salam, hər vaxtınız xeyir olsun. Sizi belə salamlamaq istədim. Gülləri gəlmişəm yığmağa. Evə yığdıqlarım çox açdılar deyə dedim gəlim təzələrini, belələrini istəyirəm yığım. Bağ qayçısını da götürmüşəm, kəsim bunlardan. Bunu da götürərəm. Bu da yaxşıdır. Bir neçəsini qırım, aparım, qoyum mətbəxdə. Olanda sevirəm. Belə rəngi də var, bu rəngi də var. Amma üstündə deyən yaxşı açan yoxdur, elə bir dənə odur, bir də budur. Onu açanda onu da götürərəm. Çoxu belə açılıbdır. Ona görə onlara dəyməyəcəm. Bu da qəşəngdir, bunu da götürərəm. Bir də gərək bir gün düşüm. Bir gün deyəndə elə bugün görüm, vaxtım olsa düşüm. Bura yaman ot olubdu. Axır vaxtı çoxlu yağışlar yağdı deyə. Hər yer belə ot olubdu, hər yer ot çıxıbdı. Yağışda lap kömək oldu, lap böyüdülər. İndi bunları gərək burada mən təmizləyim hamısını. İnşallah üzüm də, tənəyimiz də artıq görürsüz təzə yarpaqlar yaranıbdı. Amma hələ ki bu bizə üzüm verməyibdi. Neçə ildir, bilmirəm yeri yaxşı deyil, bilmirəm nədəndirsə hələ ki üzüm vermir. Belə ancaq ki yarpağından yığıb dolma bişiririk. Bu qədər yığmağa vaxtım oldu. Çünki Sara bildi ki buradayam, ağlayır dalımca. Ona görə bu qədər bəsdir. Gedim elə bunu düzəldim, yarpaqlarından qopardım. Qoyum güldana. Həm də bunu bağlamalıyam. Görürsünüz necə külək sad oldu. Hamısını açdı. Bunu belə sıxırıq, iplə bağlayırıq ora. Orada turba var, ona bağlayırıq ki, bu belə sallamasın. Yoxsa ki buradan paltarlar sərdik. Onda bu gülə dəyir, ilişir gülə. Ona görə onu da düzəltməliyəm. Deyir, Sara Doja məni çağırır. Ay can, gəldim. Sara artıq mənə ev işlərində kömək eləyir. Neynirəmsə, deyir ki, ver, mən eləyəcəm bunu. İndi burada patallar çıxartdım, gəldi, özü deyir məni. Yəni ver, mən eləyim, verirəm. Özü də hər şeydə baxıb yığıbdı ki, mən necə eləyirəm. Belə barabanı içində fırladır ki, görün paltar qalıbmı içində. Hər şeyə diqqət eləyib ki, mama necə eləyir. İndi o da mənim kimi eləmək istəyir. Keçən dəfə yumurtaları yumuşdum, soyuducuya düzmək istəyirdim. Gəldi ki, mama, mən də eləyim. Bir vermişəm, onları düzüb yumurta yerinə. Yəni, məncə bu bağçaya Sara getdi. Ondan sonra onda belə dəyişikliklər oldu. Xeyli aktivləşdi hərəkətlərində. Ona görə mən düşünürəm ki, uşaqlar hamısı bağçaya getməlidirlər. Bağça çox yaxşı bir şeydir. Kəş ki, mən böyük qızlarımı da bağçaya qoyardım. Mən özüm evdə idim, işləmirdim deyə ona görə qoymadım. Çünki elə həmişə deyiblər ki, əgər ana evdədirsə, niyə uşaqlarını bağçaya qoymalıdır ki, baxsın da. Mən o fikirlə artıq heç razı deyiləm. Çünki bağçanı gördüm necə gözəldir, uşağa necə xeyri olur. Ona görə məncə uşaqların hamısı bağçaya getməlidirlər ki, uşaqlarda xeyli inkişaf olur. Evdə qalan uşaqla bağçaya gedən uşaq tamamilə fərqli olur. Ona görə mən tərəfdarıyam ki, uşaqlar bağçaya getsinlər. Və artıq badımcan dolmasının sezonu açıq elan olundu. Biz də badımcan dolmasını çox sevirik deyə onu tez-tez bişiririk. Elə artıq badımcan, pomidor çıxıbdı deyə aldıq. Bu dəfə dedik badımcan dolması eləyək. Elə mən də evdə idim deyə dedim eləyək, kömək eləyim qaynanama bişirməkdə. İçini mən təmizlədim, pomidorun, bibərin. Biz belə kəsirik. Elə adamlar var, bu saplıq yerindən pomidoru kəsirlər. Məsəl üçün bizdə mama nənə bişirəndə həmişə saplıq tərəfindən kəsirdi. Amma qaynanam belə kəsir ki, qazanda rahat dursun qoyanda. Baş tərəfindən kəsir pomidoru həmişə. Bibərləri də baş tərəfindən kəsib təmizləyir. Amma biz, məsəl üçün, mama, nənə evdə o saplıq tərəfindən kəsir eləyirdilər. Hərə bir cür eləyir, kimə necə rahatdır. Onsuz da dadı eyni olur. Nə fərqi var ki, hansı tərəfdən kəsdik, necə elədik. İçində belə tamam təmizləyirəm. Çay qaşığından rahat olur. İçinin toxumunu təmizləmək, bibəri, pomidoru. Pomidorun içindən çıxartdığımı təzədən blenderdə çəkib qatırıq ətin içinə ki, dadlı olsun.
Biber də doğrayıram qıraqda təzədən. Bunu da hazırladım ki, içinə badımcanı pomidorun içinə vurmaq üçün duz, sarı kök və istiot. Bunu da doğramışam ki, ətini içinə vuraq. Ət qovrulanda bunu da vururuq. Pomidor da, badımcan da qatırıq ki, daha dadlı olsun. Və budur, ət də hazırdır. Hər şeyi, badımcanı da hazır elədik. Suda birinci badımcanı pörtlədirik. Sonra içinə əti doldururuq və beləcə badımcan dolmamız da hazırdır. Çiyələk də dedik hələ ki var. Allah bunun mürəbbəsini eləyək, çünki sonradan olmur. Bu biraz yekədir. Bunları yemək üçün almışdıq. Yarısını demək olar yeyiblər. Amma bunlar onlara baxanda balacadırlar. 3 dənə belə balaca səbətdir. Bunları indi yum, mürəbbəsini eləyək. Bizdə bu mürəbbəsini çox sevirlər, çox bəyənirlər. Alça da artıq demək olar hər yerdə satılır. Qiyməti də artıq ucuzlaşıb. Təzə çıxanda çox baha idi. İndi ucuzlaşıb, həm də belə yekəlibdir. Balaca satırlar, mən onu heç bəyənmirəm. Beləsi yaxşıdır. Bu qəşəng olur, sulu olur, dadlı olur. Mən bunu keçən il belə hazırlamışdım, alçanı. Çoxdan da görmüşdüm, hazırlayırlar belə. Sadəcə dadını bilmirdim deyə heç mənə maraqlı gəlmirdi ki, bunu necə belə eləmək olar. Amma keçən il bir dəfə elədim, belə alçanı döyürəm, əzirəm, sonra üstünə duz tökürəm, nanə qurusunu üstünə ovuram. Çox dadlı alınır, çox. Yəni keçən il bir dəfə elədim, elə bir neçə dəfə elədim, onu yedim, hər axşam eləyirdim. İndi də uşaqlar yatmışkən özümə belə hazırladım, duz tökdüm. Sonra nanəni belə ovdum. Çox qəşəng alınır, siz də bir dəfə sınayın. Bəlkə də yox, çox adam eləyir. İndi əgər kimsə eləməyibsə sınayın, dadına baxın, çox dadlı olur. Sizlə də burada sağollaşım. İnşallah gələn vloqlarda görüşənədək sağ olun.